Rusiyada miqrant övladlarını məktəbə qəbul etməzdən əvvəl onların rus dilini biliklərini yoxlamağa başlayıblar. News 24 xəbər verir ki, müvafiq prosedur mart ayında Təhsil Nazirliyi tərəfindən təsdiq edilib. Sənədin hüquqi aktlar portalında yerləşdirilib. Belə ki, sərəncamın mətninə əsasən imtahanlar təhsil ilindən asılı olaraq fərqlənəcək. Sınaq yazılı və şiai hissələrdən ibarətdir. Lakin birinci sinifə daxil olan uşaqlar yazılı imtahan verməyəcəklər. Onlar rus dilində dinləmə və nitq bacarıqlarını, həmçinin tez dil lüğəti haqqında biliklərini nümayiş etdirməli olacaqlar. Məsələn, şəkillər və fotoşəkillər əsasında obyektlərin adlandırılması. Eyni zamanda minimum səviyyədə oxuma və yazma bacarıqları artıq ikinci sinifdən tələb olunacaq. Hər bir qiymətlə imtahan daha da çətinləşəcək. Əlavə dil bilikləri tələb olunacaq. Testdən keçdikdən sonra komissiya uşağın dil səviyyəsini müəyyən edəcək. Bu, təhsil proqramlarını mənimsəmək üçün lazımdır, yoxsa məktəb təhsili üçün kifayət deyil. Uşaqların testdən keçmək üçün toplamalı olduqları minimum balların sayı 3. Uşaq onları ala bilmirsə, imtahan 3 aydan sonra təkrarlana bilər, lakin fərqli tapşırıqlarla.